Bax, gördünüz? Bax, nəzik. İndi bıçaqla çox da nəzik eləmək olmur, normaldır. Bu formada eləyin. Onu necə eləyir? Yox, bu formada dilimləyin. Baş barmaqlar falan. Aha. Tələsməyin uşaqlar. Keçib qabağını eləsin. Soğan hamısını elədik. Nəyimiz qaldı? O formada nəzik. Uşaqlar onu elə eləyir, onu o formada doğruyur və slayzdan keçirdib buzlu suya qoyursunuz, o biraz da şaxlanır, biraz quruqlanır. Onu təkrar kimi salatlarda da istifadə edilir. Bunlar bu rukola. Rukola. Turpları almaktan Şu hazırdır. Ha, qatın. Neyi? Bunun içine. Bu sadece olan biraz yaşlıda renk katsın diye. Ben bir de oyun öğrenmek istedim. Pasta var. Pasta. Aha. İtalyanska. Pasta maşını. Ha ha. Bak bu pastayla. Ellerik çok daha. Allah. Geçer. Super ha. Maşallah sular zeytin olmasın. Da, все, sen slice getir. Slicer. Sen aldın olsun slicer. Bilemem de yapışır. Saf yapsın ondan sonra her şey doğru olur. Dedim ben geçti. Ha, o koladı. Öyle salat kimi yanında ha. Bunlar ümumiyyətlə buna limon vurub, tuz vurub belə deyirlər. Qabın edir. Ətlərə balı belə istifadə Ravioli edilir. getir. Ha. Ravioli bir dəfə eləyirdim. Eləyərik, problem yoxdur. Rahat bir şeydir, hazırlayarım. Mənim tahtalarım var, getirə bilərəm. Ha, gətirərsin inşallah bir də. Zəhmət olmasa o salataları eləyir. O yoğurulur eləyir. Ha, yaxşı. Bir də zəhmət olmasa sadəcə hər şey eləyir. Alman nə qaldı orada? Verin ola bura. Almadı, karşı. Ha, verin ola hamısını bura. Yanında çeşitli. Verin. Fakat bir tane pısın makineye Maşallah. Ne salatıdır bu şey? Bu green salatdır hazırladığımız uşaqlar. Kahını vurduq, rukulanı vurduq, əlavə icebergimiz vardı, onu əlavə elədik. Avokadomuzu vurduq, almamızı vurduq. Hər şey hazırdır. İndi bir dənə sosunu hazırlayacaq. Sosunu əlavə eləyəcək, verəcək. Bu dietik salat gedir. Yəni yaşıllıqlardan ibarətdir. Almadır, xiyardır, bunlar da yaşıl kimidir, rəngi yaşıldır deyə onlardan da istifadə edirik buna. İndi sosumuzu hazırlayacaq. Sosumuzu da hazırlamaq çox rahatdır. Zeytun yağıdır, limon suyudur, biraz da tuzdur. Yəni yağ limon sosu eləyəcək. Yaşıllıqdır deyə həzmi rahatlaşdırır. Yəni yağ limon da buna qatanda biraz da dadını açır. Bu qədər. Hər şeyimiz hazırdır. İndi sosumuzu düzəldib əlavə eləməyimiz qalır. Biz turpu nəyə görə bunu? Turp rəngi qırmızıdır deyə, rəngi açsın da, dekor kimi deyə də. İndi nə edəcək? Bir dənə balaca qab verin. Kasa verin oradan bir dənə. Ne başlık o zaman sensin. Hələ tələsmə, doğrayacaq. Limonu əlavə edirik inşallah. Turp olmazsa Onsuz turş olacaq. Hə, elə bir ki, 100-ə 150 ilik də. Nə qədər qısa olur? Hə. İndi bizim burada çoxdur deyə, çox edirik. Az olanda porsiyasını az edirik. Vur deyəcəm. Bir dənə də bura. Şu salatını çoxdur. Bəs edəyəm. Bunu da üstünə biraz tuz əlavə edək. Üzdür. Bunda bir şey yoxdur ki. Qarışdıranda. Hə. Çox tuzu əlavə eləmirik. İndi qabımız böyüdür deyə bu biraz qarışdırmaq narahat olur. Bir daha balaca bol verin mənə uşaqlar. Yox, o tövk edir. Bir dənə yapışan hissələr. Ya o
Dəmir bolu ver. Bol, dəmir. O balacadır. Daha da o Onun işte. yanında. Ağaç çox, ha, o ver. Qarışdırmaq. Biraz götürün bir porsiyaya uygun. Metro Ha. çıkışıyor bir hamle var. Soz mu? Yaxşı göstərdi, mən bunu müsaade edirəm. Bir şey hamısını qata bilərik. Çoxdur deyə yaşayırlar. Orada çox idi, qarışdırmaq rahat deyil. O bol var ya orada. Aha.